Qəribə məsələ odur ki, demək olar ki, tez-tez Elmar Baxşevin qış fasiləsində komandadan gedəcəyi tirajlanır və hər halda bunu futbolçular da oxuyurlar, eləyirlər. Sizə olmazdı ki, yəni klub rəhbərliyi ən azından çıxsın, bu məsələ ilə bağlı açıqlama versin, sizin arxanızda olduğunu bildirsin ki, yəni elə bir məsələ yoxdur və baş məşqçimizin arxasındayım. Bunu adətən yəni çox tirajlananda klub rəhbərliyi bu cür açıqlamalar verir. Valla belə ümumi götürəndə mən bura özüm gəlməmişəm, məni də bura dəvət ediblər və mən üzərimə nə düşürsə mən onu yerinə yetirməyə çalışıram. O ki, mənim haqqımda nə yazırlarsa, əlbəttə ki, futbolçulara da təsir edir, desək ki, bizə də o təsirsiz öpüşmür. Yenə də qərar mənim deyil. Bizlə davam eləsələr, işimizə davam edəcəyik. Əgər qərar versələr, ona da normal yanaşacaq. Başka soru var. Çok sağ olun.